Salamlayıram Fidan səni. Hansı müəssisələrdə, ümumiyyətcə neçə müəssisədə və hansı bölgələrdə, əgər təbii ki, əlinizdə məlumat varsa, səndən eşidək görək, hansı ərazilərdə belə nöqsanlar müəyyənləşdirilib? Salam Aynur, hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi yoxlamalar davam eləməkdədir və bu dəfə də Xəzər rayonu, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində dönər və toyuq əti emal eləyən müəssisələrdən birində nöqsanlar aşkarlanıb. Bəs bu hansı nöqsanlardır, bu istiqamətdə qarşısının alınması üçün hansı tədbirlər görülüb? Bununla bağlı bizim suallarımızı Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov cavablandıracaq. Salam Elşad bəy, bu məsələ ilə bağlı detallara toxunaq. Qeyd etdiyiniz kimi agentlik tərəfindən aparılan yoxlama zamanı FK Foodex MMZ-ə aid olan çiğ dönər emalı və toyuq emalı müəssisəsinə yoxlama həyata keçirilib. Yoxlama zamanı obyektin sanitar-texniki, sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların saxlama və temperatur rejiminə riayət olunmadığı, mənşəyə məlum olmayan vaxtda keçmiş toyuqlardan istifadə olunduğu müəyyən edilmişdir. Eyni zamanda yoxlama zamanı həm çiğ dönər emalı ətindən, həm də toyuqlardan nümunə götürülüb, laboratoriya aparılıb. Laboratoriya sınaqlarının nəticəsinə əsasən mal ətində olan çiğ dönər ətində at DNT-si, toyuqla bağlı olan ətdə isə salmonella aşkar olunmuşdur. Bu istiqamətdə bunun qarşısının alınması üçün hansı tədbirlər görülür bundan bağlı? Aşkar olan nöqsanlarla bağlı sahibkarlıq sahəsində fəaliyyəti dayandırılmışdır obyektin. Eyni zamanda sahibkar barəsində inzibati xətalar məcəlləsinə protokol tərtib olunmuş, məhsulların dövriyyəsi yığışdırılmışdır, dövrədən kənarlaşdırılmışdır. İstehlakçılar bu məqamda nələrə diqqət eləməlidirlər? Bildirmək istəyirəm ki, agentliyin qəbul etdiyi çiğ dönər emalına dair texniki normativ vaxtımız mövcuddur. Orada da qeyd olunur ki, hər bir dönər emalı müəssisəsində qəbul olunan ətlər baytarlıq ekspertizasını keçirilməlidir. Yəni, müvafiq ekspertiza aktı olduğu halda həmin ətlər istehlakçı təqdim olunmalıdır. İstehlakçılarımız da bu məhsulla bağlı mütləq şəkildə baytarlıq ekspertiza aktını tələb etməlidirlər. Teşekkür edirik Elşad bəy, çatdırdığınız detallı məlumatlara görə və bəli bir daha vurğulanmaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi yoxlamalar nəticəsində Buzovna qəsəbəsində bir müəssisədə nöqsanlar aşkarlanmışdı, hansı ki, dönər və toyuq əti emal eləyən müəssisədən söhbət gedirdi. Bununla bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki, çatdıracaqlarımız bu qədər idi. Söz yenidən sizdə Aynur. Təşəkkür edirəm Fidan sənə ətraflı məlumatı bizlə bölüşdüyün üçün.